Əsrarəngiz Mövenpiq. Otelə gecə saatlarında çatmağımıza baxmayaraq, gecə sizə video çəkdim, paylaşdım. Amma gəlin gündüz gözü ilə birlikdə gəzək, kəşf edək. Sözsüz ki, otelin hər köşəsində Faberlici görəcəksiniz. Çünki burada Faberlicin 500 nəfərdən ibarət dünya liderləri istirahətə gəlmişdi. Otelin terası birbaşa okeana baxırdı. Həyətində isə 2 böyük hovuzu var idi. Uşaqlar üçün ayrı, böyüklər üçün ayrı. Otelin kateqoriyası 5 ulduzlu olduğuna görə bildiyiniz bütün xidmətlər var idi. Vyetnam üsulu, xüsusi masaj xidməti, spa xidməti və digər xidmətlər var idi. Otelin həyətində diqqətimi çəkən bir məqam oldu ki, uşaqlar üçün də xüsusi oyun meydançası hazırlanmışdı. Və bizim müxtəlif səyahətlərdə iştirak etməyimizin səbəbi Faberlic şirkətidir. Şirkət ildə bir dəfə səyahət planı tərtib edir. Biz də ona uyğun olaraq çalışırıq. Həm qazanc əldə edirik, həm də müxtəlif səyahətlərdə iştirak edirik. Növbəti səyahətdə görüşmək ümidi ilə.